Əziz və hörmətli Risalə xanım, sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə sizə ilk növbədə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, könül rahatlığı və həyatınızın hər anında sevinç arzulayıram. İnsan həyatında hər yeni yaş sadəcə bir rəqəm deyil. Hər yaş insanın keçdiyi yolun, qazandığı təcrübələrin, yaşadığı gözəl anların və qurduğu xatirələrin bir parçasıdır. Arzu edirəm ki, sizin həyat yolunuz həmişə işıqlı, uğurlu və xoşbəxt günlərlə zəngin olsun. Geridə qoyduğunuz illər sizə yalnız gözəl xatirələr bəxş etsin, qarşıdakı illər isə daha böyük uğurlar və sevinç gətirsin. Risalə xanım, qoy ürəyinizdə tutduğunuz bütün gözəl arzular bir-bir gerçəkləşsin. Hər səhəriniz xoş xəbərlərlə açılsın, hər gününüz sevinç içində keçsin, hər axşamınız könül rahatlığı ilə başa çatsın. Həyatınızda sizi sevən, hörmət edən və dəyərinizi bilən insanların sayı daim çox olsun. Arzu edirəm ki, ailənizdə həmişə mehribanlıq, sevgi və bərəkət hökm sürsün. Sevdikləriniz daim yanınızda olsun, onların uğurları və xoşbəxtliyi sizə ən böyük sevinç bəxş etsin. Qarşılaşdığınız bütün çətinliklər asanlıqla geridə qalsın, həyatınızda gözəl günlərin, xoş xəbərlərin və unudulmaz anların sayı artsın. Qoy Allah sizə sağlam və uzun ömür versin, könlünüzdən keçən bütün xeyirxah diləkləri qəbul etsin. Hər yeni yaşınız əvvəlkindən daha gözəl, daha mənalı və daha uğurlu olsun. Üzünüzdən təbəssüm, qəlbinizdən sevgi, evinizdən ruzi bərəkət heç vaxt əskik olmasın. Əziz Risalə xanım, doğum gününüz mübarək olsun. Sizə yeni yaşınızda möhkəm can sağlığı, tükənməz enerji, ailə xoşbəxtliyi, firavanlıq və böyük uğurlar arzulayıram. Qoy həyatınızın bütün yolları gözəlliyə, sevincə və xoşbəxtliyə aparsın. Hər zaman sevilən, hörmət edilən və dəyər verilən bir insan kimi gözəl günlər yaşayasınız. Yeni yaşınız uğurlu, ömrünüz uzun, taleyiniz gözəl, qəlbiniz daim sevinclə dolu olsun. Bir daha doğum gününüz mübarək, Risalə xanım.